Qaldığımız yerdən, yəni 37-ci sualdan müsahibə suallarına davam eləyək. 3-4 yaşın xüsusiyyətlərini say. 3-4 yaşlı uşaqlarda müəllimlər birinci yadımıza salsaq, oyunlar dərsini, həmçinin iş üsulları dərsini bilirdik ki, əməkdaşlıq 3 yaşdan sonra başlayır, yəni sosial bacarıqlar. Məsələn, onu deyə bilərik ki, 3-4 yaşlı uşaqlarda sosial bacarıqlardır, əməkdaşlıqdır, paylaşmaqdır, oyun zamanı yoldaşları ilə qarşılıqlı əlaqə qurmasıdır, fikir mübadiləsi aparmasıdır. Bu bacarıqlar inkişaf edir. Həmçinin motorika bacarıqlarının inkişafı müşahidə olunur. Sonra, məsələn, fiziki mədəniyyət məşğələsi üzrə deyə bilərik. Obyektləri tutmaqdır, balansa nəzarət etməkdir. Fantaziya, yəni təsəvvür bacarıqlarda yavaş-yavaş güclənir. Bunu rollu oyunlarda uşaqlar daha çox göstərirlər. Yəni təsəvvür vasitəsilə, obrazlarla, simvolik oyunlar vasitəsilə buna meyl eləyirlər, bundan göstərirlər. Məsələn, Piaget'in 2-7 yaş aralığı simvolik oyunlara düşürdü da daha çox. 3-4 yaşda o yaş aralığında olduğuna görə 2-7 yaşda olan Piaget'də olan əlamətləri bura aid eləyə bilərsiniz. Davam eləyək növbəti sualla. Anlama bacarığı zəif olan uşağı necə müəyyən edərsiniz? Ümumiyyətlə biz bilirik ki, dinləmə aşağı yaş qruplarında olsa da dinləyib anlama 3-4 yaşdan başlayan əlamətdir. Müşahidə eləyərəm ki, suallara necə cavab verir və ya verdiyi suallardan tapşırıqlar verirəmsə, sadə şəkildə həmin tapşırıqları hər kəs yerinə yetirir, bu uşaq yerinə yetirə bilmirsə, artıq onda anlama bacarığının zəif olduğu müəyyən eləyə bilərəm. Hansısa bir təlimatlar verərəm həmin uşağa. Həmin o təlimatlarla, məsələn, ən sadə bir şey, topu mənə gətir, topu səbətə at. Bunu yerinə yetirməsinin vaxtına baxaram ki, başqa uşaqlarda necədir, bu uşaq necə yerinə yetirir, səhvmi başa düşür, səhvmi anlayır, gecmi yerinə yetirir. Yəni, tapşırıqlar verməklə bunu üzə çıxarmaq olar. Məktəbə qədərin məzmunu nədir? Ümumiyyətlə, məktəbə qədər təhsilin məzmunu bilirik ki, 4 inkişaf sahəsindən ibarətdir. Fiziki inkişafdır, idrakdır, həmçinin estetik yaradıcı və sosial-emosionaldır. Və məqsəd bu 4 inkişaf sahəsi üzərində uşaqların ilkin bilik və bacarıqlarını formalaşdırmaq və sonra onu məktəb təliminə hazırlamaq. Yəni, məktəbə qədər təlimin budur. Məqsədi, məzmunu. Burada daha da açıqlaya bilərsiniz ki, fiziki inkişafın məqsədi uşaqların bədən koordinasiyası, sağlamlığı, təhlükəsizlik vəziyyətlərini yaratmaqdır. Tapşırıqlar verməkdir bundan bağlı. İdraki inkişafın məqsədi uşaqlarda təfəkkür, məkan-zaman anlayışı, ondan sonra nitq qabiliyyətini inkişaf elətdirməkdir, eksperimentlər aparmaqdır. Estetik yaradıcılığın məqsədi uşaqlarda musiqidir, rəsmdir, dramdır, incəsənətlə bağlı, yəni yaradıcılıqlarını inkişaf elətdirməkdir. Sosial-emosionalın məqsədi isə uşaqlarda əməkdaşlıq, sosiallıq, ünsiyyət, empatiya və bu kimi bacarıqların formalaşmasıdır. Sonra növbəti sualda mezosistem və mikrosistem haqqında danışır. Bu terminlər ümumiyyətlə nədən irəli gəlir, yəni niyə görə belə suallar verirlər? Mikrosistem uşağın birbaşa qarşılıqlı əlaqə olduğu mühiti nəzərdə tutur ki, bu kiçik, yəni dar çərçivədə ailədir, dostlardır, bağçadır, müəllimlərdir, bunlar nəzərdə tutulur. Yəni, uşağa gündəlik təsir eləyən həyatında olan bir şeylər. Mezosistem deyəndə isə burada artıq əlaqələr genişlənir. Məsələn, ailə ilə bağçanın, valideynlə müəllimin qarşılıqlı əlaqəsi. Yəni, bunu belə başa düşməliyik ki, bunu belə anlamaq lazımdır ki, ümumiyyətlə mezo böyük, mikro kiçik deməkdir axı, yəni bu terminlərdə. Mezosistem həmin o mikrosistemlərin biri-biri ilə qurulan əlaqəsidir. Məsələn, biz dedik ki, mikrosistemdə nə oldu? Ailə daxildir, bura bağça daxildir, dostlar, müəllimlər və s. Mezosistem isə onlar arasında qarşılıqlı əlaqəni. Məsələn, bayaq mikrosistemdə ailəni bir dedik, bağçanı bir dedik, amma mezosistemdə ailə ilə artıq bağça arasında qurulan əlaqə. Yəni, uşağın həyatında müxtəlif mikrosistemlərin bir-biri ilə necə əlaqədə olduğunu göstərir. Bu da bir nəzəriyyə, ekosistem nəzəriyyəsindən irəli gələn, yəni bir anlayışdır. Ona görə bu sualı
müsahibə mərhələsində müəllimə ünvanlayıblar. Məktəbəqədər müəssisənin prinsipləri. Ümumiyyətlə, burada hansı prinsipləri nəzərdə tutduğunu birinci dəqiqləşdirmək lazımdır. Məktəbəqədər təhsildə didaktik prinsiplər var, təlimin təşkili prinsipləri var. Məsələn, burada vurğulaya bilərik ki, uşaq yönümlülük prinsipi, diferensiallıq prinsipi, əyanilik prinsipi, fərdilik prinsipi, yəni davamlılıq, sistemlilik. Konkret olaraq hansı prinsipi soruşduqlarını desəydilər daha yaxşı olardı, amma bunların adını çəkə bilərik ki, yəni bunlar hər zaman keçərli olan prinsiplərdəndir. Valideyn uşağı gec götürərsə sualı cavablandırmışıq, ona görə təkrarən burada vaxt itirməyək. Niyə bu sahədə işləmək istəyirsiniz? Bu sualı da müəllimlər cavablandırmışdıq. Yəni, nə ilə əlaqəli olduğunuzu deyə bilərsiniz. Uşaq, kimlər ki, məsələn, bu suallara cavab tapmayıbdır, bundan öncəki çəkdiyim video izahlara baxa bilər. Uşağın məşğələ zamanı diqqəti yayınarsa, əslində bu sualı da cavablandırmışıq. Təbii ki, diqqəti yayınarsa, vakudan istifadə etmək lazımdır. Yəni, burada da daha çox vizuallığa baxmalıyıq öyrənmə tərzi olaraq. Motivasiyanı düzgün qurmaq, şəkillər göstərmək, əyani vəsaitlər təqdim eləməliyik ki, diqqəti özümüzə cəlb eləyək. İş üsulları və iş forması, bu suallar müəllimlər təkrardır, ona görə burada yenə də danışmaq istəmirəm bunun haqqında. Yəni, ona görə ki, danışmışıq. 3 il sonra özünüzü harda görürsünüz? Bu suala elə cavab verməlisiniz ki, və bir də onu deyim ki, mən hər dəfə tək-tək demirəm ki, bu sual bizim müsahibə kitabımızda var, bu sual müsahibə kitabında var, amma 99% suallar məktəbəqədər təhsillə bağlı bilirsiniz ki, ilk müsahibə kitabını çıxartmışıq. Həmin o kitabda bunların hamısı suallar və cavablar şəklində yer alıbdır. Sual yazılıb, aşağısından da cavabı qeyd olunubdur. Növbəti illər üçün müsahibəyə hazırlaşan müəllimlərimiz üçün bu sualları da əlavə eləyəcəm. Yəni, tam vahid bir vəsaitdir ki, bir çox müəllimlərimiz öz müəllimlərimdən söhbət gedir. Heç o kitabı alıb hazırlığa belə qoşulmadılar o dərəcədə. Yəni, yalnız kitabdan oxumaqla uğurlu müsahibəni tamamladılar. Və demək olar ki, 90%, 99% bu sualların cavabı həmin müsahibə kitabında yer alıb və 3 il sonra məsələsində vurğulamışdım oradakı. Özünüzü harda görürsünüz? Bu tipdə sizə sual verildiyi zaman təbii ki, hal-hazırki işinizlə bağlı bu sualı cavablandırmalısınız ki, məsələn, 3 il sonra özünü daha peşəkar, daha təcrübəli, daha belə yaxşı inkişaf eləmiş tərbiyəçi kimi cavablandırmalısınız ki, yəni biri var ki, əlaqəsiz bir şey deyəsiniz, bağça ilə əlaqəsi olmayan və ya təhsillə əlaqəsi olmayan, biri də var ki, gələcəkdə daha da özünüzü həm pedaqoji stajınızı artırmaq, həmçinin müəyyən təlimlərə qoşulan, yəni özünü inkişaf elətdirən bir müəllim kimi cavablandırmalısınız ki, indiki işinizdən gələcək fəaliyyətinizin üst-üstə düşdüyünü görsünlər. Çətin vəziyyəti necə idarə edərsiniz? Bu da müəllimin peşə bacarıqlarından biridir. Ümumiyyətlə, müəllimdə mütləq təşkilatçılıq bacarığı olmalıdır ki, gözlənilməz bir situasiyaya düşəndə müəllimin həmişə B planı olmalıdır ki, qarşısına çıxan, ağlına gəlmədiyi bir problemi həll eləyə bilsin və çətin vəziyyətlə qarşılaşanda da müəllim təbii ki, ilk növbədə vəziyyətə uyğun olaraq sakit davranmalı, yəni vəziyyət nə olursa olsun. Yəni, mütləq ki, emosiyalarını idarə etməyə bacarmalıdır. Buna emosional reaksiya verməkdən çəkinməlidir. Ola bilsin ki, uşağın sağlamlığı ilə bağlı ola bilər bu məsələ, nəsə qrupda təhlükəsizliklə bağlı bir problem ola bilər. Yəni, bu zaman mütləq həmin o baş verən hadisə nədirsə, səbəb nədirsə, onu idarə etməlidir. İlkin tibbi məsələn yardım göstərməlidir. Niyə narahat olduğu ilə bağlı uşaqdan soruşmalıdır. Və ya dərs prosesi, məşğələ prosesinin gedişatı ilə bağlı çətinlik yarana bilər. Deyirik ki, işıq söndü, adi lövhədə məşğələni izah edirsənsə, adi şəkillə işıq sönüb, daha doğrusu elektron lövhə ilə izah edirsənsə, işıq sönürsə keçib adi şəkillərlə məşğələni davam elətdirməlisən. Belə bir çətin vəziyyətə düşəndə, yəni dayanıb daha gözləmirik ki, nə vaxt işıq yanar, məşğələmi davam elətdirərəm və ya qəfildən tutaq ki, bir səhnələşdirmə prosesi qurmuşuq, qəfildən hansısa bir uşağın ayağı büdrədi, yıxıldı. Çətin vəziyyətə düşdüyündə o uşağı əvəzləyən kimsə yoxdur.
dinləyici qismində olan və ya izləyici qismində olan başqa bir uşaqları həmin uşağın yerinə dəvət edirik, vəziyyəti, ortamı düzəltməyə çalışırıq. Yəni çətin vəziyyət deyəndə situasiyalar müxtəlif ola bilər. Hansısa bir situasiyanı götürüb onun üzərindən prosesi izah etməlisiniz. 17 noyabrla bağlı deyilibdir ki, burada da təbii ki, elə sonunda, daha doğrusu 48-ci sualın sonu 49-da dirçəliş günü olduğu qeyd olunubdur. Bəli, milli dirçəliş günüdür. Yəni bu bizim müasirliyimiz, ondan sonra müstəqilliyimizlə bağlıdır. Yəni onları simvolizə edir. Ümumiyyətlə müəllimlər həmişə müsahibəyə gedəndə həmin günü, getdiyiniz günü, hansı gündürsə onu mütləq Google-da yazıb araşdırıb elə gedin. Çünki bəzi müəllimlərdən soruşurlar, bəzi müəllimlərdən soruşmurlar. Yəni soruşmaq ehtimalları ola bilər. Özəl günlərdirsə xüsusilə bilməlisiniz ki, o gün hansı, məsəl üçün, nə üçün belə adlanıb da, hansı mənanı daşıyır və s. Sonra dirçəliş gününün əhəmiyyəti, yəni dirçəliş gününün əhəmiyyəti də yenə bizim müstəqilliyimizin bərpası kimi ön plana çıxır. Yəni bu günün qeyd olunması tarixlə əlaqəlidir. Milli kimliyimizi bir növ tərbiyələndirmək üçün bir fürsətdir. Biz bunu gələcək nəslə, gələcək uşaqlara çatdırmalıyıq. Vətənpərvərlik hissini aşılamalıyıq. Bu zamanda uşaqlara bunu aşılamaq üçün bayraqdır, ondan sonra mahnıdır, rəsmlə bağlı fəaliyyətlərdir. Bu fəaliyyətləri təşkil edə bilərik, valideynləri dəvət edə bilərik, valideynlərlə bağlı müzakirələr təşkil edə bilərik ki, valideynlər də evdə uşaqlarına bu günü xüsusən aşılasınlar, layihə təşkil etmək olar və s. Noyabr ayında olan əlamətdar günlər. 9 noyabrı vurğulaya bilərsiniz, bayraq günü, sonra Konstitusiya günü deyə bilərsiniz, 12 noyabr. 17 noyabr dirçəliş günü deyə bilərsiniz. Bunları vurğulamaq olar. Bu il nə ilidir? Bu il bildiyimiz kimi Konstitusiya və suverenlik ili elan olunubdur. Əsasən 2025, yəni hansı ilin daxilində isə onu soruşurlar. Bir də uşaq ilini soruşa bilərlər ki, uşaq ili də 2009-cu il uşaq ili elan olunmuşdu. Yəni bu iki tarixi bu il üçün deyirəm, daha çox soruşa bilərlər. İndi növbəti ildə də, məsələn 2026-cı ildə də həmin il üçün soruşacaqlar, bu il nə ilidir və s. Bir il o tərəf, bu tərəf, məsəl üçün bir il əvvəldə soruşa bilərlər. Bunlar yəni spontan olaraq anidən verilə bilən suallardır. Diplomda loqopediya var idi. Loqoped kimdir? Loqoped haqqında da demişik ki, loqoped əsasən nitq qüsurları ilə bağlı məşğul olan şəxsdir ki, yəni bu zaman uşaqları diaqnostika eləyir, korreksiyası ilə məşğul olan mütəxəssisdir. O uşaqlarda olan nitq geriləməsidir, ondan sonra lingvistikada gecikmədir, nitq problemləridir. Yəni bunları müəyyən edən şəxsdir və mütləq bağçada olmalıdır ki, məktəbəqədər təhsil müəssisəsində uşaqlarda nitq geriliyi olarsa, onlarla fərdi şəkildə məşğul olsun. Yəni ünsiyyət bacarığıdır, özünü ifadədir. Bunu gücləndirməyə bir təkan versin, bir köməyi dəysin. Tərbiyəçidən başqa hansı işçilər var? Yəni məktəbəqədər təhsil prosesində olan təhsil prosesinin iştirakçılarından deyə bilərsiniz, musiqi rəhbərləridir, psixoloqlardır, loqopeddir, tibb bacısıdır, metodistdir və s. Texniki işçilərində yəni vurğulamaq olar. İcma ilə bağçanın fərqi nədir? İcma əsasən vaxt müddəti baxımından, yəni qısa müddətli olur icma, amma ki dövlət bağçaları yəni qısa müddətli deyil, uzun müddətli təşkil olunur. Amma hər ikisinin həm də ortaq cəhəti, yəni uşağın keyfiyyətli təhsil almasına şərait yaratmaqdır. Sonra bağçalar, yəni Təhsil Nazirliyi tərəfindən tənzimləndiyi halda, amma icmaları deyə bilərik ki, yəni onların təşkil olunma səbəbi yerli icma tərəfindən qarşılanır. Uşağın dil və nitqini necə inkişaf elətdirərsiniz? Dil və nitqi inkişaf elətdirmək üçün təbii ki, uşaqların söz ehtiyatını artırmaq lazımdır ki, burada Howard Gardner intellektini vurğulamaq olar, bədii təfəkkür məşğələsini vurğulamaq olar.
səs artikulyasiyası ilə bağlı bir sıra məşqlərin edilməsidir. Fonematik eşitməni tənzimləməkdir. Uşağa differensial təlim yanaşması tətbiq etmək, yəni onun zəif tərəfləri nədirsə, çatışmayan tərəfləri nədirsə, ona uyğun müəyyən təkliflər irəli sürməkdir. Uşağın sərbəst şəkildə yəni danışmasına bir şərait yaratmaq, onu motivasiya etmək, ona məsəl üçün söz oyunları təşkil edərəm, şəkillər göstərərəm, şəkillər vasitəsilə danışmağına şərait yaradaram. Sual-cavab prosesinə həmin uşağı cəlb eləyərəm. Hər gün məsələn həmin uşaqla qısa nitq tapşırıqları eləyərəm. Yəni bu cür danışmaq olar. Bu işdə motivasiya nədir? Təbii ki, motivasiya kiçik balacalarla işləmək, ondan sonra onların uğurlarına vəsilə olmaq, müəllimlik peşəsinə qarşı yəni böyük hörmətinizin olmasıdır. Gələcək nəslin formalaşmasında sizin də rolunuzun olduğu, bu işi görməklə həm özünüzü, həm uşaqları inkişaf elətdirməyinizi, yəni bunları vurğulamaq olar. Gərgin iş günü zamanı nə edərsiniz? Normal haldır ki, bəzən biz yəni işlədiyimiz müddətdə gərgin bir vəziyyətlə qarşılaşa bilərik, amma bu gərginlik olmağına baxmayaraq, yəni bunu iş prosesinə yansıtmaq, uşaqlara yansıtmaq, kollektivə yansıtmaq heç də düzgün deyil. Bu zaman çalışaram ki, sakitləşdirici məşqlər eləyim və ya bəzən fasilələr eləyim 1-2 dəqiqə. Texnikalardan yəni istifadə eləmək olar. Ondan sonra uşaqlara qarşı, sonra müəllim həmkar yoldaşlarıma qarşı nəzakətli olmaqdır, sakit qalmaqdır. Yəni ki, bunlara əməl eləyərəm. İş bitəndən sonra günümü təhlil eləyərəm. Nəyi necə etdim, yəni bir növ özünün tərbiyə üsulu kimi əgər bir yanlışım olarsa onu növbəti günlərdə düzəltməyə, stressimi idarə etməyə çalışaram. Qiymətləndirmə haqqında danışmışıq, ona görə düşünürəm ki, ehtiyac yoxdur. Diaqnostik qiymətləndirmə təbii ki, yəni diaqnostik qiymətləndirmənin tədris ilində aparılma məqsədi ilk dəfə uşaqlarla tanış olmaq, diaqnoz qoymaqdır ki, uşaqların ilkin bilik və bacarıqlarını üzə çıxartmış olaq. Portfolio nədir? Bunun haqqında da danışmışıq. Hiperaktiv uşaqla nə edərsən? Ümumiyyətlə hiperaktivlik haqqında yadıma düşmür, amma ki, yenə də deyək, yəni hiperaktiv uşaq kinestetik təlimli uşaqdır. Howard Gardnerin bədən kinestetik intellektini müraciət eləyərək, təbii ki, uşağın öz enerjisini bir növ paylaması üçün, həmin o enerjini atması üçün enerjini yönəldəcək, enerjini atacaq fəaliyyətlər təklif eləyərəm. Ona hərəkə oyunlar demək olar. Sonra bu zaman qısa fasilələr verərəm. Yəni hərəkətli uşaqların bir növ diqqəti uzun müddətli olmur. Diqqət tez-tez yanır. Ona görə bir fəaliyyətdən digər fəaliyyətə, hərəkə fəaliyyətlərə sövq eləyərəm ki, oyuna qarşı, məşğələyə qarşı marağı azalmasın. Çətin uşaqla nə edərsən? Ümumiyyətlə çətin uşaqla bir qədər ünsiyyət qurmaq çətin ola bilir. Yəni ki, müəllimə üçün, tərbiyəçi üçün narahatlıq yarada bilər. Məsələn, qrupda qayda, prosedur, gözlənti qurduğum zaman çalışaram ki, qaydaları daha da yumşaq şəkildə eləyim. Sonra həmin uşağa qayda, prosedur, gözləntilər düzgün şəkildə tətbiq eləyim. Onun özünü ifadə etməsi üçün, özünü dəyərli hiss eləməsi üçün proseslərdə ona seçim hüququ verərəm. Özünə yəni yaxşı hiss eləməsinə şərait yaratmaqdan ötürü. Və iş prosesi getdikcə günü-gündən daha da çətinləşərsə və özüm öhdəsindən gəlmədiyimi düşünərəmsə, bu zaman artıq digər şəxslərdən, məsələn, psixoloqdan kömək istəyə bilərəm. Konstitusiyanın əhəmiyyəti nədir? Müəllimlərimizdən biri səhv eləmirəmsə, dedi ki, bu sualı, hamısını, bütün sualları cavablandırdım, bu sualı cavablandırmaqda biraz çətinlik çəkdim. Müəllimlər, düşünürəm ki, əslində həyəcandan irəli gəlib o sualda düzgün cavablandırmamaq və ya əhatəli danışmamaq. Sual, yəni rahat və sadə sualdır. Konstitusiya nədir? Bizim hüquqlarımızı qoruyan, sanki bir qanundur da. Və konstitusiyanın olması bir növ
ölkədə sabitlik qorumağa şərait yaradır. Hər kəs öz hüquqlarını, öz vəzifələrini bilir. Bərabərliyi təmin eləyir. Yəni dövlət idarəçiliyində konstitusiyanın əhəmiyyəti böyükdür. Təhsil prosesinin iştirakçıları kimlərdir? Təbii ki, biz bunu hüquq vəzifə dərsini keçəndə keçmişdik. Təhsil prosesinin iştirakçıları tərbiyəçilərdir, uşaqdır, valideynlərdir, digər hüquqi şəxslərdir, loqoped, psixoloq, metodistlər və s. Yəni bunlar təhsil prosesinin iştirakçıları gedir. Pedaqoji şura haqqında danışmışıq. Ona görə keçirik digər suala. Məktəbəqədər müəssisənin növləri hansıdır? Bunu da demişdik müəllimlər. Bu dövlət, bələdiyyə bağçalarıdır. Ondan sonra özəl bağçalardır. Yəni bunu səhv eləmirəmsə elə bugünkü sualın içərisində demişdik. Məktəbəqədər müəssisədə hansı sənədlər olur? Hansı sənədlər olur? Portfolio olur, diaqnostika vərəqləri olur, protokollar olur, perspektiv plan olur. Yəni bunları qeyd eləmək olar. Sonra protokol kitabı nədir? Protokol kitabı. Bunu sizə daha sadə dillə izah eləsəm, sanki bağçada keçirilən iclasların yazıldığı bir xatirə dəftəri kimi düşünün də protokolu. Bunu təbii ki, sizə izah etmək üçün deyirəm ki, yəni məsələn, iclasların rəsmi qeydləridir, ondan sonra iclas nə vaxt oldu, kimlər iştirak elədi, nə mövzusu danışıldı, kim nə dedi, nə təkliflər irəli sürüldü, ən sonda hansı qərarlar verildi, kimin öhdəliyinə hansı tapşırıqlar düşdü. Yəni danışılan qərarlarla bağlı nə əks olunmuşdu, onlar hamısı protokolda öz əksini tapır. Təbii ki, elmi şəkildə, elmi dildə, elmi cümlələrlə də deyə bilərsiniz. Yenə də deyirəm, mən elmi dildə izah etmədiyimə görə, yəni danışa bilərəm, sadəcə olaraq bilirəm ki, elmi dil insanları yorur. Ona görə mən sizə bunun ən sadə izahını dedim. Qəyyumlar Şurasının məqsədi nədir? Ümumiyyətlə, Qəyyumlar Şurasının məqsədi bağçanın fəaliyyətinə, yəni nəzarəti təmin eləməkdir, məktəbdir, icmadır, valideyndir. Yəni bunlar arasında əməkdaşlığı gücləndirməkdən ötürü yaradılır və həmçinin bağçaya müəyyən bir maddi-texniki baza baxımından, əyani vəsaitlər baxımından dəstək ola bilər. Təkliflərdir, tövsiyələr verməkdir, şəffaflığı artırmaqdır. Yəni uşaqlar üçün daha yaxşı təhsil mühiti yaratmaqdır. Maddi-texniki bazanın yaxşılaşdırılması üçün kimlər yardım eləyə bilər? Valideyn komitəsi, məsəl üçün valideynlər yardım eləyə bilər, amma biz bilirik ki, valideynin göstərdiyi yardım məcburi deyil də, yəni bunun hüququdur, vəzifəsi deyil. İcmalar, bələdiyyələr, yəni maddi dəstək göstərə bilərlər ki, əlavə həmin bağça daha da yaxşı fəaliyyətə cəlb olunsun. Sertifikasiya imtahanından kimlər azaddır? Təbii ki, sağlamlıq imkanında ciddi problemi olan şəxslər, yəni sertifikasiyadan azaddır. Həmçinin 60 yaşından yuxarı, yəqin ki, bu bağça üçün də keçərli olacaq ki, 60 yaşdan yuxarı şəxslərin sertifikasiya imtahanına cəlb olunmaması. Əsasən məktəb proqramında bu belədir. İndi sizlərlə də bağlı qərar veriləndə, yəni daha doğrusu sizlər deyəndə, yəni bağça müəllimləri üçün sertifikasiya imtahanına əsasən qərar veriləndə çox güman ki, bu qərarı bağçaya da aid eləyəcəklər. Məsələn, orada belədir ki, hamilə qadınlardır, ondan sonra ilk dəfə işə qəbul olan şəxslərdir. Məsələn, sizlər bu il işə qəbul olursunuzsa, daha sizin sertifikasiyaya çağırılmaq kimi bir hüququnuz yoxdur da. Çünki bəlkə də könüllü iştirak edə bilərsiniz, amma belə məcburi şəkildə siz sertifikasiya imtahanına getməyəcəksiniz. Ona görə sertifikasiya imtahanından hamilə qadınlardır, ilk dəfə işə qəbul olan şəxslərdir və bir də 60 yaşına çatmış, 60 yaşı 60-dan yuxarı olan şəxslər iştirak etmələri çox güman ki, könüllü olacaq, məcburi yox. İlk uşaq bağçası harada yaradılıbdır? Müəllimlər, biz bunun adını dərsdə keçəndə təbii ki, Freibellə əlaqələndirirdik. Yəni ümumi dünya üzrə götürsək, ilk uşaq bağçası Freibeldə, yəni Almaniya ilə bağlı olduğuna görə Almaniyanın adı vurulur. Azərbaycanda isə 1900-cü ildən artıq bağçalar fəaliyyət göstərməyə başlayıbdır. Müəllimin andı nədir? Müəllimin andı, yəni öz işinə, öz peşəsinə sadiq qalmaqdan ötürü etik prinsiplərə əməl etməyi təsdiqləyən sanki bir rəsmi bir bəyanatdır. Orada konstitusiya kitabı olur,
bayraq olur. Yəni onun qarşısında ədalətli olacağına, mərhəmətli olacağına müəllim and içir ki, yəni mən öz işimi layiqincə yerinə yetirəcəm. Təhsil Nazirliyimiz yəni bilirik ki, Emin Əmrullayevdir. Təhsil sahəsində keçirdiyi islahatlarla bağlı, məktəbə qədərlə bağlı, layihələrlə bağlı, yəni vurğulaya bilərsiniz. Sadəcə adını soruşarsınız, dilə adını deyirsiniz. Etik davranış prinsiplərimiz hansıdır? Məktəbəqədər təhsil sistemində ümumiyyətlə metodikada etik prinsiplər deyəndə qanunçuluqdur, loyallıqdır, mədəni davranışdır, insan hüquqlarına hörmətdir, sonra qərəzsizlikdir, vicdanlılıqdır. Yəni bunları vurğulaya bilərsiniz ki, etik davranış prinsipləri də yəni müəllimin davranışında mütləq əməl etməli olduğu vəzifəsi sırasındadır. Yəni müəllim bu qaydalara mütləq əməl etməlidir. Konfidensiallıq hansı halda pozulur? Biz bilirik ki, konfidensiallıq başqasının şəxsi məlumatlarını çəkinmədən başqa bir şəxslə paylaşdığımız halda, yəni onun üçün həyatı risk də təşkil edə bilər də bizim dediyimiz məlumat. Və bu məlumatı biz üçüncü şəxslə, yəni valideyn və müəllim arasında olubsa, bu məsələni gedib üçüncü şəxslə paylaşırsa, bu artıq konfidensiallıq prinsipinin pozulmasıdır. Hansı tələbə yoldaşınızla hazırda əlaqəniz var və onun hansı xasiyyəti sənin xoşuna gəlir? Yenə də spontan cavabdır. Məsələn, daha etibarlı olduğunu vurğulaya bilərsiniz ki, hal-hazırda əlaqədə olduğunuz insanın həmçinin əməkdaşlığa açıq olan şəxs, tənqidə açıq olan şəxs olduğunu deyə bilərsiniz, ünsiyyətcil olduğunu vurğulaya bilərsiniz və s. Özəl və bələdiyyə bağçaları danışmışıq, ona görə bir daha toxunmaq istəmirəm bu suallara. Nizamnamə də, yəni bağçanın qanun kitabçası kimi gedir də, qanun kitabı kimi gedir. Təbii ki, təsdiq edən Təhsil Nazirliyidir. Ki, bağçanın hüquqlarıdır, idarə etməsi ilə bağlı, fəaliyyət prinsipləri ilə bağlı məlumatlar orada öz əksini tapır. Özünüzü təqdim etməni 2 dəqiqəlik video şəklində çəkmişəm, ona görə danışmayacaq bunun haqqında. Müəlliməlik öz arzunuz oldu. Müəllimlər bu sualda artıq şablon suallardandır, ona görə bu suallarda keçirik. Standartlar məsələsini soruşublar. Məktəbəqədər təhsilin standartları, yəni alt standartlar, əsas standartları burada deyə bilərsiniz. İlk öncə məzmun xəttini vurğulamalısınız. Yəni 4 inkişaf sahəsini deyirsiniz, sonra başlayırsınız. Məsələn, əsas standartları deyə bilərsiniz. 1.1 fiziki inkişafla bağlı, 1.2 məsələn vurğuluyursunuz. 1.1 fiziki, 1.2 masa arxası, 1.3 təhlükəsizliyi, sonra 2.1 ətraf aləmlə bağlı, 2.2 nitqi dinləyib anlamaq, 2.3 riyaziyyat. Yəni bu qaydada əsas standartları vurğulaya bilərsiniz və alt standartlardan da yadınızda qalanlar varsa, nümunə kimi bir ikisinin adını çəkə bilərsiniz. İş yeri ştatınız. Müəllimlər, ilk öncə bu sualı niyə soruşurlar? Buna aydınlıq gətirim. Yəni iş yeri ştatınız nədir deyə soruşublar. İndi mənə belə yazıb göndərib müəllimələr, bəlkə də orada sual başqa cür verilib, onu deyə bilmərəm. Kimisə dəqiq yadında qalıbsa, yorum hissəsinə qeyd eləsə yaxşı olar. İş yeri ştatınız nədir deyəndə, yəni hal-hazırda hardasa işləyirsənmi, ya özəl bir bağçada, ya bir başqa bir dövlət bağçasında işləmisənmi, rəsmi ya ştat yerin olubdumu? Məqsəd yəni budur. Və heç bir yerdə işləməmisinizsə, vurğulaya bilərsiniz ki, heç bir müəssisədə, ştatda işləmirəm, iş yerim yəni yoxdur. İlk dəfə olaraq, rəsmi olaraq məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi kimi fəaliyyətə başlamaq istəyirəm. Yəni sualı bu cür cavablaya bilərsiniz. Bu sualda müəllimlər belə deməyin də, heç vaxt işləmirəm. Yəni belə sual cavab vermək daha doğrusu biraz kobud səslənir. Ona görə hal-hazırda heç bir ştatda deyiləm. Yəni bu cür cavablandırsanız, düşünürəm ki, daha effektiv ola bilər. Davam eləyək, aqressiv uşaq. Aqressiv uşaqların əlamətləri, yəni davranış əlaməti ümumiyyətlə necə olur? Təbii ki, daha belə əsəbi şəkildə özlərini göstərirlər və aqressiv uşaqla işləmək üçün müəllim özü də emosiyalarını idarə etməli, səbirli olmalıdır.
və bu uşağı sakitləşdirən fəaliyyətlərə cəlb etmək, sosial-emosional inkişaf sahəsinə uyğun olaraq uşağı daha çox oyunlara cəlb eləyərəm. Oyunlar vasitəsilə çalışaram ki, uşağın bu aqressiv davranışını aradan qaldırım. Bu davranışının səbəbi nədir? Böhran halına görəmi belə davranır? Yoxsa xüsusən bir davranış pozuntusu mu var? Yəni bunları üzə çıxarmağa çalışaram. Müəllimin sənədlərinə bayaqlar vurguladığımız kimi, məsəl üçün protokollardır, ondan sonra portfoliolardır, sonra müşahidə qeyd dəftərləridir. Yəni bunları vurğulamaq olar. Didaktik prinsiplərdə demişik müəllimlər, ona görə vurğulamırıq. Bağçada hansı yaş qrupları var? Elə kiçik yaşdan başlayaraq 1, 2, 2, 3, 3, 4, 4, 5, 5, 6 yaş deyə bilərsiniz. Həmçinin qarışıq qruplar kimi 1, 3 yaş, 3, 6 yaş var. Bunları da vurğulamaq olar. Valideyn deyir ki, uşağa yazı pozu öyrət. Ümumiyyətlə valideynlər bəzən özləri də evdə yükləyirlər uşağı və müəllimdən də uşağın bağça dönəmində həddindən çox yüklənməsini istəyirlər. Biz bu sualı öyrənmişdik, yadınızdadırsa. Müdavimlərdən yadınızdadırsa, savad təlimi məşğələsində və deyirdik ki, müəllimlə valideynin etdiyi ən böyük səhvlərdən biridir. Çünki biz uşağı bağça dönəmində həddindən çox yükləsək, belə olduğu halda artıq uşaq məktəbə getdiyi zaman Azərbaycan dili fənninə qarşı onda nifrət yaranacaq. Çünki axı bağçada onun oyun fəaliyyətin, oyun istəyini onun əlindən almışıq, onu yükləmişik. Ona görə də məktəbə qədər yaşda məcburi şəkildə uşaqlara yazı, oxu öyrətmək olmaz. Bunun əvəzinə biz onu sakit oyunlara cəlb eləməliyik. Əgər ehtiyac olarsa, zaten bağçada, daha doğrusu məktəbdə uşaq öyrənir də. Yəni ki, bunu bağça dönəmində məcbur etməyin uşaq üçün heç bir faydası olmayacaq. Güclü zəif tərəfləriniz nədir? Yenə müsahibə kitabımızda yer alan suallardan biridir, həm də cavablandırmışıq, ona görə demirik. Nəticə yönümlülük prinsipində demişik müəllimlər, yəni əvvəlcədən addımların atılması ilə bağlı, daha planlı, daha sistemli olmaqla bağlı danışa bilərsiniz. Tələb yönümlülük prinsipində 21-ci əsr bacarıqlarından hal-hazırda dövrün tələbi EKT bacarıqlarıdır, rəqəmsallıqdır, innovasiyadır, sonra layihələrə yer verilməsidir, bax bunları vurğulamaq olar. Diferensial təlimdə bilirik ki, yenə prinsiplərdəndir, təlimin təşkili prinsiplərindən və burada diferensial təlimi uşaq yönümlü təlimlə eyniləşdirib deyə bilərik ki, diferensial təlim hər bir uşağın maraq dairəsini nəzərə almaq, fərqli və fərdi ehtiyaclarını nəzərə almaqdır. Yəni hər uşaq eyni deyil. Ona görə də biz VAKO-dan istifadə eləyərək, diferensial təlim tətbiq eləyərək uşaqların ehtiyacıdır, marağıdır, istəkləridir. Yəni bunları nəzərə almağı bacarmalıyıq. Scaffolding fəaliyyəti bilirik ki, Vygotsky nəzəriyyəsində olan terminlərdən biridir ki, scaffoldingdə biz müvəqqəti dəstəkdən danışırıq. Yəni uşaq bir tapşırığı bacara bilmədiyi halda müəllimin mərhələli şəkildə dəstəyi ilə həmin prosesin tamamlanmasıdır. Amma biz scaffoldingi müvəqqəti dəstək kimi demişik. Scaffoldingdən müxtəlif üsullarla dəstək olanda yenə də VAKO adını çəkə bilərik. Tapşırığa aid nümunə göstərmək ola bilər. Və scaffolding fəaliyyəti Vygotsky nəzəriyyəsində deyirdik ki, əgər 0% kömək eləmirdisə, müəllim pozurdu scaffolding fəaliyyətini, 100% yəni kömək eləməyə çalışırdısa da, onda da scaffolding fəaliyyəti pozulurdu. Çünki 50-nin 50-yə olmalıydı da, biraz müəllim kömək eləməliydi, biraz da uşaq həmin o fəaliyyəti tamamlamalıydı. Müəllimin sənədləri məsələsi yenə də müəllimlər eyni sualdır. Yəni təkrarən mənə göndərilənləri mən bir yerə kopyalamışam deyən, ona görə bu suallar təkrar qarşımıza çıxır. Hansısa bir bağçada təcrübədə olmusunuzmu? Əgər təcrübəniz varsa, bölüşə bilərsiniz təcrübənizi ki, məsəl üçün filan bağçada təcrübədə olmuşam, təcrübəm zamanı müxtəlif yaş qrupları ilə işləmişəm və s. Yəni bunlar deyə bilərsiniz. Təcrübəniz yoxdursa da təbii ki, yəni vurğulayırsınız ki, təcrübəm olmayıb. Təcrübəniz varsa əgər, yəni təbii ki, siz artıq desəniz ki, təcrübəm var, onda soruşarlar ki, yəni burada nələr öyrəndiniz? İş şəraiti ilə yaxından tanış olduğunuz, sənədlərlə bağlı öyrəndiyiniz məlumatları, uşaqlarla bağlı əldə etdiyiniz məlumatları yenə də deyə bilərsiniz. Müəllimlər,
3.1 nədir? Estetik yaradıcılıqla bağlı olduğuna görə 3.1.1-in alt standart olduğunu vurğulaya bilərsiniz və 3.1.1-də uşaqları necə inkişaf elətdirərsiniz deyir. Bu da estetik yaradıcılıqla bağlıdır ki, bu bizim 3.1 sadə bədii yaradıcılıqdır, 3.2 sadə əmək bacarıqlardır. Burada da 3.1-i soruşduğunda sadə bədii yaradıcılığı vurğulayır və biz sadə bədii yaradıcılığı uşaqlara musiqi ilə, təsviri fəaliyyət məşğələsi ilə, yəni incəsənətlə izah edə bilərik. Əlinizdə proqram yoxdur, 3.1.1-i necə keçərsiniz? Əsasən biz 54 səhifəlik kitabdan istifadə edirik, yəni bu cür standartı oradan götürüb yazırıq. Orada qeyd olunan məlumatlar şəklində, məlumatlardan daha çox istifadə edirik. Yəni bu suala əslində necə cavab vermək olar ki, onları biraz qane eləyək, çünki əlimizdə onsuz da bizim proqramımız olur da ki, oradan istifadə edib həmin o məlumatları yazırıq. Düşünürəm ki, belə deyə bilərik ki, əlimdə proqramım olmasa, uşağın yaşıdır, inkişaf dinamikasıdır, yəni bu xüsusiyyətləri əsas götürüb fəaliyyətimi ona uyğun qura bilərəm. Yəni hədəfim uşağın incəsənət bacarıqlarıdır, estetik yaradıcılığıdır, yəni bunları inkişaf elətdirməkdir. Simvolik oyun nədir? Oyunlar dərsində bunun haqqında yetəri qədər danışmışıq. Simvolik oyunlar dedik ki, hər hansısa bir əşyadan başqa məqsəd üçün istifadə etməkdir. Məsələn, qaşığı mikrofon kimi tutur ki, güya mikrofondur və ya kubu götürür, maşın kimi sürür, qazan qapağını maşın kimi istifadə etmək və s. da, yəni ki, əşyalardan sanki fərqli vasitə kimi istifadə etmək idi və simvolik oyunlar Piagetdə başlayırdı 0-2 yaşdan, amma daha çox inkişaf edirdi 2-7 yaş aralığında. Biz simvolik oyunlarda bir açar söz xəyaliliyi vurğuluyurduq. Yadınızdadırsa deyirdik ki, xəyalilik sujet rollu oyunlarda da var və simvolik oyunda da var. Fərq odur ki, sujet rollu oyunlarda insan üzərində xəyal qurulur, canlı obraz olur, amma simvolik oyunlarda olan xəyalilik əşyalar üzərindədir. Bayaq dediyimiz kimi, məsələn, qaşıqdan istifadə etmək. Yekunlaşdıq videonu. Video əgər sizlər üçün faydalıdırsa, bu cür videolardan nələrsə öyrənirsinizsə, bir bəyənmənizi gözləyirəm. Yorum yazmaq istəyənlər yorum yaza bilərlər. İmkan daxilində istəsəniz videonu paylaşa bilərsiniz, çünki ödənişsiz videodur və kimlər ki müsahibəyə hazırlaşacaq bu cür suallardan istifadə edə bilərlər.